Qeydlərdə üçüncü nümunəyə baxırıq. Güllə, çiçəklə qarşılamaq. İki sözdə lə işlənib və bu lə nədir funksiyasına görə. Biz əgər ləni nə ilə sualına cavab verdiyinə görə və əvəzlənməsi aparacağıq və əgər ləni vəhlə əvəzləsək, gül və çiçəklə burada artıq və əvəzlənməsi mövcud olacaq. Və bu araşdırmaya görə biz ləni bağlayıcı hesab edəcəyik, amma bu artıq səhv fikir olacaq. Burada vergülə diqqətli olmaq lazımdır. Əgər lədən sonra vergül varsa, o heç vaxt bağlayıcı ola bilməz. Çünki və lə bağlayıcılarında heç vaxt vergül işlənmir. Bəs onda niyə əvəzlənir? Bu məqama baxaq. Güllə, çiçəklə qarşılamaq, nə ilə qarşılamaq? Bu həmcins tamamlıqlardır və həmcins tamamlıqların arasında vergül işlənib. Ona görə də əslində və burada vergülün yerində işlənməlidir. Güllə və çiçəklə qarşılamaq. Bu lənə ona görə uyğun gəlir ki, lə hissəsinə. Lə burada ellipsis olunur, yəni ixtisar olunur. Biz bilirik ki, həmçinin sözlərdə şəkilçilərin və qoşmaların ixtisarı var və burada da gül və güllə, çiçəklə hər ikisində lə təkrar olunduğuna görə birincidə ixtisar olunur, ikincidə saxlanır və o ixtisarın da yerində, əslində vergülün yerində və işlənir gül və çiçəklə. Və biz bu variantda ləni artıq vədən əvvələ bərpa edə bilərik güllə və çiçəklə. Bu, belə testlərdə çaşmamaq üçün, yəni burada bu baxımdan, bu əvəzlənmə baxımından cavabı çox vaxt götürürlər, bağlayıcı və qoşma. Bu səhv cavab olur. Ona görə burada göz yaddaşına biraz üstünlük vermək lazımdır və vergülə diqqətli olmaq lazımdır. Əgər lə ünsüründən sonra əgər vergül qoyulubsa, o demək heç vaxt bağlayıcı ola bilməz. Deməli, o həmcinslik var orada, vergül ona görə qoyulur. La isə orada artıq bağlayıcı yox, qoşma olacaq. Deməli, bu nümunədə hər iki la qoşmadır. Yəni, bağlayıcı qoşma yox. La şəkilçi ilə bağlı bu qədər. Digər şəkilçilərə növbəti videolarda baxacağıq.